Dostlar, şayət birazdan biləcə ittifaq düşmüş olar ki, vaxt ki bir dana game oynayırsınız, birdən bir dana bir xas bir səhnəyə kullan nəzəriniz cəlb ola və neçə günlər o nəzər sizin fikrinizdə qala və içindən eşiyə çıxamayasınız. Əgər olubdu, bu video müxtəssi sənindir. Həttəmən qala axırınacan bax, çünki hələ sən xas bir şey görməmisən game'dən, yəni bu gün istəyirsən görəsən. Pəs, bir yerə getməyin, channelımı subscribe edin, videoda like edin. Gedək videonun dalısından qalanı orada tozih verin. Salam dostlar, necəsiz? Çox xoş gəlibsiniz bu videoya. Dostlar, mən bu gün nəmə gəldim sizə neçə game tapdım ki, mütməyinnən qalba axırınacan baxsaz, bu gamelərə kullan heç yaxınlaşmayacaqsınız. Yəni kullan qədəqandılar. Yəni siz indi eləyə bilənməzsiniz, gedəsiniz bir daha məmləkətə və o game orada qanuni rəsmlə oynayasınız. Hala da gizlindən tapasınız, eləyəsiniz, ondan işim yox. Bəli, siz bir daha məmləkətlər ki, o game orada qədəqandı, onu rahat qanun alamazsınız. Pəs, gedək əvvəlinci game'in danışsan. Dostlar, əvvəlinci game'imiz mərbut olub dana game ki, mütməyinnəm şayət çox laz görəsiniz və sazindələrdə indi çox məhbubdur və ciddiyyən can sazindəsə həman Rockstar. Game dərcoz Manhunt. Dostlar, Manhunt özür ki bilirik saat 2003 və 2004 aralarında gələn bir game idi. Bu oyun dostlar gələndə o qədər sərsəda elədi, yəni o qədər kullan oyun qışqırbar saldı. Yəni neçə nəfər bu oyunun üstündə ayağı girə keçdi dağıtqaqda. Yəni özür bir game idi. As one of the most violent and gruesome video games ever produced for a mass market. It is so violent, in fact, that it was banned. Dostlar, biz bu game'də bir dana ağanın nəxşini oynayırıq ki, dürbinlər bizə kullan kontrol verir və dürbinlərin kontrol deyirik biz. Bu game'in dostlar o qədər xəşin səhnələr var, o qədər del xəraş, yəni qışqırmaq da pisdir. Məxsusən səslər ki, hələ mənim zeynimdə. Onlar o qədər xas tərraq olub, o qədər xas səhnə ilə cürgələm ki, vaxtı siz özünüz oynayırsınız, kullan naxudaqqa özdə təsir qoyur. Xəbəriniz olmur, sizə təsir qoyur, bəli doğrudan təsir qoyur özür. Dostlar, siz bu game'i də gedirsiniz, qabaqlıq game'i oynayırsınız və bu game'də qabağa getdikcə bəzi şeylərə pey yaparsınız. O bəzi şeylər nə mənədir? Siz bir dana zindanısınız ki, game'də qərarda edam olasınız və bu edam elə bir cürdür ki, yəni sadə edam deyərnəm, asaq, əsləyə ilə vuraq öcürdə. Bu edam çox səfihdə, yəni işkəncə ilə belə olacaqsan, o qədər işkəncə olacaqsan, öləcəksən, öcür edamdır. Bir dana ağa götürür, bir dana edamiyə deyir ki, həman o nəxşəsi ki var, o edamdır. Edam oluna. Bu edam olunana deyir ki, sənə mən bir dana nəxş verəcəm ki, bu nəxşdə gələr var, gedəsən qabağa və o aktor ki var, əsl aktor sən olasan. Yəni o zindandan qaçasan, mən buradan baxam hal eləyəm. Bəli, oyun burada gəlizləşir ki, o zindanın eşiyi kullan xətərnak adamlar, yəni hər ləhzə birini axtarlar, vurub öldürərlər. Bir o bandadır, öcür. Və siz gələk onları bir öldürəsiniz və o düzbindən baxan, sizin öldürməyinizə baxa hal eləyə. Yəni mərhələlər bir cür geri qabağa. Və dostlar, vaxt ki oyun xəşinləşir, yəni siz özünüz irgənisiniz oyundan. Siz vaxt ki bir dana daldan gelirsiniz bu oyunda bir fərdi finişeri vurasınız, kullan yan tərəfə elə bir cür finiş verirsiniz, elə bir cür öldürürsünüz ki, yəni özünüz mat qalırsınız. Bu axı nə cür ola bilər? Və dostlar, biləcək deməliyəm ki, Manhunt yek vaxt ki gəldi, heç yox idi. Və vaxt ki bunu oyunun 2-ci qisməti gəldi, bir dana uşaq bu oyunun üstündə qətlə yetişdi. Hətta Rockstar'ın o karkonanların ayaqları, şirkətdə həman işləyənlərin ayaqları dadqacan açıldı. Yəni özür bir xətərnak bir qətl idi bu. Bəli, sonradan elə bir sabit olundu ki, kullan Rockstar'dır. Manhunt bu nəli yox imiş. Dostlar, yəni mən çox game oynamışam. Məsələn, Call of Duty və World at War. Yek. Çox danımcı. Məsələn, o çox bir ayrı bir oyun idi. Yəni siz ayrı bir dünyadan bu oyuna baxırdınız, özür idi. Hələ bu Manhunt'a kullan girmişsiniz. Yəni oyunun menusu açılmır biləzə. Oradan siz səfih hissi yaxalayır ta bəs qabağa getdikcə. Yəni özür səfih hissi verir biləzə oyun. Özür deyim yəni. Gedək 2-ci oyunun dalısın.
Dostlar, ikinci oyunumuzun adı Snow Quick'dir və fikrim adını iştibat demiş olan burada gətirirəm. Dostlar, siz bu oyunda bir nəfərdir, hop, bağlanıbdır bir dənə mizə, bu fırlanır. Bu fırlandıqdan siz bıçaq atsınız o deyən hədəflərə və əgər iştibaha asas taxılsa o tərəfə, yəni qrafik oyunda Allah rızası düzdür, məsələn, xas bir şeydə əvvəl özünə görə çoxdur. Qrafik yəni qəşəng görsələr ki, tərəf qışqırır, nalə eləyir ya, o taxılan ləhsə qan fışqırır, öcür. Bu oyun buna xatirə bən olubdur. Və beləcə deməliyəm ki, bu oyun o qədər elə bir ara ad açıbdır, Fruşqaplay özü bən eləyib. Yəni o qədər bu oyunun o Begolo bir nəfər çətinliyi var idi. Dostlar, və amma bu oyunun toziyatı nəmlədir. Dostlar, siz bu oyunda bir dənə ağanın nəqşindəsiniz ki, mizə bir dənə qurbanı bağlayırlar və bu fırlanır. Siz gələ bu bıçağı atasınız o deyən hədəflərə və əgər o hədəflərə taxılsa, sizin o hədəflər ki vardı, onlara taxılsa, imtiyazı çox olacaq və bu mizin sürəti də getmə-get çoxalır. Yəni siz atdıqca gələ çox tez atasınız ki, kullən taxıla olara. Əgər taxılmasa, tərəfə taxılsa imtiyazınızdan fikrim 50 dənə ya 30 dənə kəm edir, azaldır. Öcür ittifaq düşür yəni. Və beləcə deməliyəm ki, yəni elə bil siz bir dənə qatilsiz oyunda. Sizi qəşəng o cilvə verir. Fərz eləyin bir nəfər bağlayıb siz mizə və o fırlanır. O fırlandıqdan siz ona vəsal atsınız, bıçaq. Hala ya bir daha bir şey ki borcəndədir ya tizdir. O atsız o taxılır. Yəni kuldan oyunun patileti budur. Və Fruşqaplay bunu bən elədi və fikrim bir də Kanadada bu oyun bən oldu. Çünki elə bil mən toziyatını oxuyanda yazmışdı ki, siz çünki bir dənə qatil nəqşindəsiz, məsələn Manhunt kimi qatil nəqşindəsiz, kuldan uşağa münasib dəyər. Və gülməliyə burada ki, vurmuşdu ziri 12 saat, yəni 12 saat bir payın bu oyunu oynasın. Da gör nə mən neymiş da, özüm fikirdə gör nə mən neymiş. Kitab o birisi game'in dalısı. Dostlar, bu oyun şimdi biraz istəyirəm deyəm, yəni bu doğrudan şok gələcək. Nə qrafiki var, nə xas gameplay var, nə bir şey. Yəni qədim o dəstə ataralar olardı, orada oynardıq və hava peymiydi, güllər vurardı, apartmanlar patlardı onlardan. Dostlar, bu oyunun adı Hong Kong 1992-dir. Ya həman Hong Kong 1990-da həman odur. Dostlar, biləcək deməliyəm ki, bu game'də siz bir dənə ağanın nəqşindəsiz ki, hər kim Çindən gəlirsə siz vurub öldürürsünüz oyunda olar. Xop, Çindən sizə hər kim yaxın. Elə bir oyun ki, siz əşyada beləsiz, gələsiz, o arada gələsiz bu arada. Yəni güllə atsınız siz. Üstdən gələnlər də hamısı Çinidir. Yəni Çindən hər kim gəlir Hong Konga tərəf öldürür. Dostlar, beləcə deməliyəm ki, bu game'in düzdür, xas bir şeyi yoxdur. Ta o zaman ki, fəqət elə bu gözdən baxaq ki, həm də, məsələn, bir nəfərdir vurur eləyir. Əvvələmizə deməliyəm ki, o vuran Bruce Lee bir dənə sabiqi imiş, yəni Bruce Lee nəmizəmin var imiş, o ağa özü. Yəni həmkar imiş gəl. Məsələn, vərdişlərdə bir bahəm olunmuş Bruce Lee ilə öcür. Və biləcək deməliyəm ki, dostlar, bu Bruce Lee-nin o ağa ki vardı, özü kullan Çinlilərlə ziddiydi, yəni Çin milləti ilə ziddiydi. Xol, və biləcək deməliyəm ki, dostlar, vaxt ki siz öldürürsünüz, gülləni atsınız dəyər, o Çindən gələnlərə, yəni üstdən gələnlərə, yəni səfih bir şey gəlir sənə. Və səfih bir şey də budur ki, tərəf baş qırığın görsədirsən orada, bir daha başçı qırılıb. Nə vaqəyə qırılmağa Photoshopla cürüyüblər. Və şahid deyəm, inanmayasınız, bu baş qırıqları Çinin bir zaman rəsumhuru imiş, yəni sabiq imiş olaraq. Xop, yəni öldürdü, yəni onu qəşəng çəkirmişlər üzə. Və biləcək deməliyəm ki, bu oyun fəqət o Kora tərəflərdir, Çin tərəflərdir. Məsələn, o yerlər ki, kullan bir-birlərinə çipdilər, onlar da bən oldu. Və biləcək deməliyəm ki, bu oyunu siz geçsəz nəsb eləyə bilərsiniz. Google-dən zaten nəsb eləmək olar. Vəli o deyim ki, ərzişi yox, nəsb eləməyiz. Gözü nəzur bir şeydir. Və dostlar, biləcək də deməliyəm ki, bu game'in bir iki daha səhnəsi vardı ki, vaqəi cəsəddən işlənibdir. Yəni, indi siz ölüsüz oyunda, Çinlilər gəlir əşya və siz ölüsüz. Ölən ləhsəsi sizə bir dana səhnəyi görsənir ki, bu səhnə çox pisdir. Və bu səhnədə bir daha biz cəsəd görürük ki, doğrudan cəsədin əksidir. Həmin o cəsəddir ki, siz oynadsınız o şəxsiyyəti. Yəni, hangi tərəfdən baxsız, kullan qorxmalıdır o tikələri. Məxsusən ki, ölüsüz. Və oyunda ki, qabağa getdikcə əslən axır mərhələsi yoxdur. Gedirsiniz, gəlirlər, yəni öldürdü. Və ölənlərdən çox pis səhnə görsədir sizə oyun. Yəni o səhnə o qədər pisdir ki, mən özüm indi baxdım burada, yəni ürəyim gəldən tərəfin sinəsi sağdı. Xülasən, belə, istəmirəm çox tozif verəm biləcək. Çünki bilirəm, tozi ilə artıq aşırsam YouTube özü gig eylər. Gedək o birisi game'in dalısı.
Dostlar, siz burada bir dənə qızın nəqşindəsiniz ki, danışağımızsınız. Siz bir dənə danışağımızın nəqşindəsiniz. Və siz dostlar, bu qızı geysiz qabaqlıq mədrəsədə və görürsünüz ki, mədrəsədə xas ittifaqlar düşüb, xas bir qəliz işlər olunubdur. Və vaxt ki, qabaqlıq geysiz görürsünüz, oho, baba, bu qızın yoldaşları xas mövcudda gəlib yiyibdir. Kullan xas bir səhnələr görsənir, oyun öcür. Və dostlar, beləcə deməliyəm ki, bu oyun o qədər səfih, o qədər qancı oyundur. Yəni, bir dana keşvər məmnun, o ki deyim, Alman da kullan bu oyun məmnudur öcür. Və dostlar, oyun bu dəqiqə səfihləşir, bu dəqiqə çox zəhərləşir ki, oyun getmə-get siz loxd olursunuz, kamil lüt olursunuz, kamil. Heç hesab bədəniniz olmur, yəni qəşəng bədəniniz görsənir, öcür loxd. Yəni öcür bir hərəkətlərlə gəlsiz qabağa. Və biləcə deməliyəm ki, oyunda sizə o qədər xas səhnələr, o qədər səfih səhnələr, o qədər çindişavər səhnələr görsənir ki, yəni oyunu download elədiyinizə peşman olursunuz. Və beləcə də deyim ki, oyun dobodudur. Xaçyanı bir şey, oyun kuldan dobodudur. Yəni siz dobodu oynayırsınız bu oyunu. Və bir keşvərdən məmnun olmayıb. O bilirəm ki, 6 keşvərdən çoxdur. 6 ölkədən çoxdur məmnun olması. Orasını mən də bilirəm. Bəli, məndən demək, bu oyuna çox kipləməyin. Məlum ki, xas bir oyun. Yəni bu rahatçılığa oyunu bən eləməzlər. Orasını deyim.